Evdəyəm. Evdəsən? Hə. Düzdür, mən bu sözü sənə tez-tez deyirəm, amma yenə də yığdım deyim ki, mən səni çox, çox, çox sevirəm. Ay canım kızım seni kurban. Sən Ben niyə de ağlıyorsun? seni çok seviyorum. Nə oldu? Alo. Yok hiç de olmadı. Ben de seni çok seviyorum. Hə. Nəsə olub? Narahat oldum. Niyə ağladın ki? Ben de bunu sana çoktan demeyi istiyorum. Hə. Yaxşı. Yaxşı danışarıq. Nə oldu? Niyə Ananız ağladı ağladı ki? Mən də şey oldum, Buyurun, 20 manat qazandınız. Çox sağ ol. Bu qutunun içində açaq. Bu qutunun içində isə 5 manat var. Bu da sizin ola bilər. Ola bilər? Bəli. Necə ola bilər? TikTokda mən izləyirsiniz. Bilmirəm düzü. İzləyirsinizsə, Əslində TikToku silmişəm. onda Yirmi- deməkdir ki, izləmirsiniz. Qazana bilmədiniz. Instagramda yoxsuz? Olar. Baxın Instagram görə. baxaq. 5 manata görə hər sosial şəbəkəyə baxa bilər. Baxar. TikToku silmişəm də, nə Eybi yalan yox. deyim. Adınızı Nəsin? deyin. Şəmsinur Məmmədli. Sıhı. Deyəsən izləmirəm amma yenə də. İzləyin. Təəssüflər ki, izləmirsiniz. Mənim özümə izləmə atdım. Gələn səfər izləyin, qarşınıza çıxa bilərəm. Tamam. Çox Çox sağ sağ ol. olun. Siz sağ olun. Təşəkkür edirəm. Dostlar, siz də izləyin, qarşınıza çıxa bilərəm. Siz də ananıza zəng edib səni sevirəm sözünü deyə bilərsiniz. Sağ olun, salamat.